Fikir verirsiniz, insanlar artıq uğurlarını heç bir şəkildə paylaşmaq istəmir. Düşünürlər ki, hər kəs məni qısqanır, dostlarım, tanışlarım, hətta qohumlarım belə və zamanla artıq biz öz həyatımıza doğru çəkilməyə başlayırıq ki, hansı uğurumu, hansı nailiyyətimi paylaşsam, o saat mənə göz dəyəcək, insanlardan neqativ enerji alacağam və sair və sair kimi. Hər nə qədər bu bəzi nöqtələrdə doğru olsa da, işin bir digər tərəfi də var ki, bizə şüuraltımızın gizli dilini açmağa başlayır. Biz nə zaman ki, bu həyatda yaxşı qız, yaxşı insan, yaxşı oğlan olmağa ekstradan bir efor sərf eləyirik və zamanla bizdə olan bu təbii, amma insanların gözündə bəzən pis adlandırıla biləcək duyğuları şuuraltına itələməyə və onları gizlətməyə başlayırıq. Həyat da bizə göstərir ki, bax, mən sənə daim bu tip insanları göndərəcəm ki, sən içində olan, basdırdığın, görmək istəmədiyin tərəfi zorla da olsa görə biləsən. Məsələn, əgər biz bəzi qısqanclıq hissləri ilə üzləşiriksə, insanların uğurlarına bəzən həsəd aparırıqsa, ki, bu çox normaldır bəzi hallarda və onları gizlətdiyimiz zaman artıq qarşımıza həsəd insanlar, qısqanc insanlar, göz dəydirə biləcək insanlar çıxmağa başlayır ki, biz onları görək və özümüzdə basdırdığımız, qəbul edə bilmədiyimiz şeyləri özümüzə səmimi şəkildə etiraf edək.